Yani liftdə qısa qapanma oldu, partlayış oldu. Bir ay, 2 ay işləyir, sonra yenə işləmir. Günədoğru'nun qaynar xəttinə olunan müraciət əsasında hazırda biz Əcəmi Naxçıvani 6, blok 7 ünvanında çəkilişimizi aparırıq. Bu bina 1986-cı ildə istifadəyə verilsə də, həmin illər ərzində liftlə də təmin olub. Amma artıq lift istismar müddətini başa vurub və hazırda da tamamilə yararsız vəziyyətdədir. ...1986-cı ildə bura köçmüşük, o vaxtdan qoyulan liftlərdir. Neçə dəfə usta gəlir, remont eləyir, bir ay, 2 ay işləyir, sonra yenə işləmir. Yəni liftdə qısa qapanma oldu, nə oldusa partlayış oldu. Elə ondan da lift dayandı. 2 mərtəbənin ortasında. Yəni sonra fövqəladadan gəldilər, kömək eləyib çıxartdılar da. Nəvə ilə qalmışdı. 9-cu mərtəbədə qalıram. Valla düz 2 ildir bura köçmüşəm. Əvvəl o Naxçıvanı 9-da qalırdım. Orada bir problem olmurdu. Düzəltdirmişdik, yaxşı idi. Pandemiyadan qabaq aşağıdakı evləri dəyişirdilər, liftləri dəyişdilər. Pandemiyadan sonra o dayandı. Nədənsə buraya çatmadı o lift dəyişim. Köçmüşük liftdə də gündə bəlkə 5 dəfə dayanır lift. 40 yaşında mənim DCP oğlum var. Mən onu masaja aparmalıyam, havaya çıxartmalıyam deyə uzanıb qalıb. Mən onu hələ aparıb düşürdə bilmirəm. Qəzalı və yararsız liftlərin təmiri və dəyişdirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Sorğuya cavab olaraq bildirildi ki, Bakı Şəhər Lift Təmir İstehsalat Birliyi tərəfindən verilən məlumata görə son bir neçə ildə 1347 ədəd yeni lift Bakıya gətirilib. Bu il gətirilən 141 ədəd yeni müasir lift hal-hazırda paytaxtın müxtəlif rayonlarında istismar müddətini başa çatmış köhnə liftlərin yerinə quraşdırılır. Alınan liftlərə xidmət göstərilməsi və onların daimi nəzarətdə saxlanılması üçün Lift Təmir İstehsalat Birliyində mərkəzi dispetçer xidməti sistemi qurulub. Həmçinin əlavə olaraq birlik tərəfindən yalnız Dövlət Mənzil Fonduna aid olan binalarda yerləşən liftlərə xidmət göstərilir. Məlumat üçün bildirək ki, Lift Təmir İstehsalat Birliyinin balansında olan istismar vaxtı keçmiş 25 ildən artıq işləyən liftlər qrafikə uyğun olaraq dəyişdirilir. Görünən odur ki, sakinlər gözləməli olacaqlar. Bu liftlərə nə vaxt növbə çatacaq? Bax, bunu dəqiq demək mümkün deyil.